elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Ey elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Salam, sabahınız xeyir olsun hörmətli dinləyicilər. Azərbaycan Radyosunda Gəl Səhərin proqramı başladı. Studiyada İlkin Baba və Sədaqət Rauf qızıdır. Sabahın xeyir olsun. Sabahın xeyir olsun İlkin, səni və bütün dinləyicilərimizi, eyni zamanda izləyicilərimizi də salamlayırıq. Hər vaxtınız xeyir olsun. İlkin də dediyi kimi bugün artıq yeni bir gün başlayıb və təbii ki bu tarixdə bu studiyadan biz sizə səslənirik. Və bugünlər 31 mart tarixidir. Təbii ki bugün Azərbaycanlıların soyqırımı günüdür və bizim veriliş də sırf bu səpkidə olacaq. Bəli, toxunacağıq, ətraflı şəkildə tarixə nəzər salacağıq və 31 mart tarixi bugün eyni zamanda rəsmi iş günü başlayıb. Hər birinizə uğurlu, xeyirli bir gün arzulayırıq. İşiniz avanda olsun deyirik və Sədaqətin də dediyi kimi YouTube üzərindən də bizə baxa bilərsiniz. Azərbaycan Radiosu Plus səhifəsindən izləyə bilərsiniz. Radio rejissorumuz Kamran Nadiroğlu YouTube üzərindən görüntünü Fərid Məmmədov təqdim edir. Gününüz aydın olsun. Torpağına baş koyaram mən, canımdan da doğmasan sən. Vətən verdi ömrünü igidlər ərlər, bir qarışda pay verməzlər torpağından. Anam ey vətən, mehriban vətən, qartal kimi zirvələrdə sən. Bucağın üstü, igidlərin çox, and yerimiz sən. Bizim ey vətən, anam ey vətən, mehriban vətən, qartal kimi zirvələrdə sən. Bucağın üstü, igidlərin çox, and yerimiz sən. Bizim ey vətən. Bəsləyər içində sevgi, ən böyük sevgi də sənsən. Yaralarımıza məlhəm, vətən canla, keçərəm adından əsla. Vətən evdir evin yoxsa, zülmətdə sən. Anam ey vətən, mehriban vətən, qartal kimi zirvələrdə sən. Bucağın üstü, igidlərin çox, and yerimiz sən. Bizim ey vətən, anam ey vətən, mehriban vətən, qartal kimi zirvələrdə sən. Bucağın üstü, igidlərin çox, and yerimiz sən. Bizim ey vətən. 1998-ci ildən başlayaraq hər il 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım cinayətləri qurbanlarının xatirəsini
anmaq məqsədi ilə isə 1998-ci il martın 26-sında Ulu Öndər Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında fərman imzaladı və bu fərmanla martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edildi. Ulu Öndər Heydər Əliyev sənədin icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu ildə tədbirlər planını da təsdiq etdi. Bəli, Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə soyqırımının 100 illiyi ərəfəsində sərəncam imzaladı və bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirildi. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı isə 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verildi və bugün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzün və ehtiramla anır, onların faciəli taleyini təbii ki unutmur. Eyni zamanda tarixi ədaləti bərpa edərək qazandığı zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu da yaşayır. Biz verilişin gedişatı boyunca tarixi deməli proseslərə nəzər salacağıq, faktları xatırlayacağıq, amma ilkin olaraq deyək ki 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən Daşnak Bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan xalqının deyil, eyni zamanda bəşər tarixinin ən qanlı faciələrindən biri hesab olunur. 20-ci əsrin ən qanlı hadisələrindən biri 31 mart Azərbaycanlıların soyqırımı gününü bugün bir daha yad edirik, xatırlayırıq. Hörmətli dinləyicilər, Azərbaycan Radiosunda səhər efirində verilişimiz davam edir. Qəribəm dörd tərəfi cığırlıyor ayrıcında, dörd divarın arasında, dörd pillənin sırasında, bir zalımın ocağında, bu dünyanın qucağında. Bir dalğaya, dənizə düşmüş damlaya, sahilim yok, ne yerim var, ne de göğüm. Bir garibem yerle gün kucağında, bu dünyanın kucağında. Bir dalgaya, denize düşmüş damlaya, sahilim yok, ne yerim var, ne de göğüm. Bir garibem yerle gün uçağında, bu dünyanın kucağında. Sesime ses veren de yok, hayım çatır harayıma, kısmet bu düşük payıma, bu dünyanın kucağında. Bir dalgaya, denize düşmüş damlaya, sahilim yok, ne yerim var, ne de göğüm. Bir garibem yerle gün kucağında, bu dünyanın kucağında. Bir damlaya, denize düşmüş damlaya, sahilim yok, ne yerim var, ne de göğüm. Bir garibem yerle gün kucağında, bu dünyanın kucağında.
garibem yerle gün kucağında, bu dünyanın kucağında. Damlaya, denize düşmüş damlaya. Sahibim yok, ne yerim var ne de gönlüm. Bir garibem yerle gün kucağında, bu dünyanın kucağında. Günün hava məlumatı. Bəli, əziz dinləyicilərimiz, davam edirik. Siz Gəl Səhərin verilişini dinləyirsiniz və bugün mart ayının 31-i, bugün olan hava haqqında şərait artıq açıqlanıb. İstəyirik sizin də məlumatınız olsun. Belə ki, Bakıda, Abşeron yarımadasında bugün hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Amma bildirilir ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı da var. Səhər bəzi yerlərdə duman olacaq, şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə 70-80% təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə gündüz saatlarında 15-20 dərəcə istilik gözlənilir. Dağlarda isə gündüz 2 dərəcə aşağıdan 3 dərəcəyədək isti olacağı ehtimal edilir. Və bir də onu bildirək ki, deməli bilirsiniz, artıq bugündən rəsmi iş günləri başlayıb. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə də müraciət eləyib və bildirilir ki, qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə Respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur və Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət eləyərək qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə isə qətiyyən sükan arxasına əyləşməməyi xahiş edir. Elə sədaqət dünən axşam saatlarında saat təxminən günorta 3-dən sonra artıq şəhərdə sıxlıq əməlli hiss olunurdu. Tıxac meydana gəlmişdi bir çox küçə və prospektlərdə. Bu da ki, sənin qeyd etdiyin məsələ ilə bağlıdır və bugündən də artıq rəsmi iş günü başlayıb və rəsmi iş günü başlayıbsa da yollarda da sıxlıq müşahidə olunur. Odur ki, ehtiyatlı olun. Yolunuz açıq olsun. Bağışla məni, şimşəkdən qorxanda, bağışla məni, al günəş çıxanda, bağışla məni, sənə ay baxanda, bağışla məni, ildırım çaxanda, bağışla məni, şimşəkdən qorxanda, bağışla məni,
Bağışla yer üzü yansa o tutup, bağışla qar yağsa bütün il boyu, bağışla dənizdə qayıqlar batıb, aparıb evləri Xəzərin suyu. İldırım çaxanda bağışla məni, şimşəkdən qorxanda bağışla məni, al günəş çıxanda bağışla məni, sənə ay baxanda bağışla məni, ildırım çaxanda bağışla məni, şimşəkdən qorxanda bağışla məni, al günəş çıxanda bağışla məni, sənə ay baxanda bağışla məni. İldırım çaxanda bağışla məni, şimşəkdən qorxanda bağışla məni, al günəş çıxanda bağışla məni, sənə ay baxanda bağışla məni, ildırım çaxanda bağışla məni, şimşəkdən qorxanda bağışla məni, al günəş çıxanda bağışla məni, sənə ay baxanda bağışla məni. Bağışla, deyirəm, sevirəm səni. Bağışla sevgilim, bağışla sevgilim, öləndə məni. Bağışla, bağışla, sevirəm səni. 1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi və ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi və Azərbaycan tarixinə 31 mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc Azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildi. Qonşu xalqların torpaqlarını zəbt edərək Böyük Ermənistan xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiblər və bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır. Biz indi faktlara nəzər salacağıq. Bəli. 108 il əvvəl məhz Daşnaq bolşevik işğalçıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə Azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədərək 70 mindən çox günahsız insanı amansızcasına qətlə yetirib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Bəli, onlar uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə yeksan edildi. 1918-1920-ci illərdə Andranikin quldur dəstələri tərəfindən Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin böyük bir hissəsi, təxminən 565 min nəfər
amansızlıqla qətlə yetirilib və ya öz dədə-baba yurdlarından zorla qovulub və bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdılıb. Biz birazdan geniş şəkildə məhz bu xronologiya nəzər salacağıq, hörmətli dinləyicilər Həm və də bizim izləyicilər. çıxışçımız da var. Hərbi ekspert Elmar Hüseynov da bu barədə fikirlərini bildirib. Təbii. Yəqin ki, verilişin gedişatında toxunacağıq yenidən bu mövzuya. İndi keçid alacağıq bir mahnıya, amma ümumiyyətlə bugün verilişdə nələrdən danışacağıq, qısaca o haqqda da deyək. Təqvim rubrikasında Cabbar Qaryağlıoğlunu xatırlayacağıq. Şuşada bilirsiniz ki, xanəndəlik məktəbinin əsas simalarından biridir. Bundan başqa biz digər, yəni Azərbaycana qarşı ermənilərin törətdiyi digər faciələrdən danışacağıq. Bundan başqa tunel, Kəlbəcərdə tunel Bəli. qırğını dəhşətli bir faciədir. Həmin faciə haqqında da məlumat verəcəyik sizə. Bəli, ermənilər zaman-zaman himayədarlarının dəstəyi ilə Azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər və törətdikləri o qırğınların miqyası geniş, terror qurbanlarının sayı, günahsız insanların acı taleyi barədə məlumatlar isə ölçüyə gəlməzdi və hər dəfə bu xronologiya təkrarlandıqca yeni faktlar üzə çıxır və biz də verilişimiz ərzində həmin faktlara toxunacağıq təbii ki proqramımızın sonuna qədər, amma Sədaqət, yaxşı olar ki məhz hərbi ekspert Elmar Hüseyn də öz fikirlərini bildirsin, məhz bu günlə bağlı. Bəli, o fikirlərini bölüşüb Azərbaycan radiosunun dinləyiciləri ilə ümumiyyətlə bu 31 mart soyqırımı haqqında ermənilərin bundan başqa, yəni ümumiyyətlə Azərbaycana qarşı həmişə törətdikləri həmin o cinayətlərdir, kütləvi qırğınlardır, bütün bunlar haqqında öz fikirlərini bölüşüb, indi onu işləyəcəyik.
31 mart soyqırımı əsasən başlama vaxtına baxsaq, ilk olaraq Xocalı, Şuşa, Kərkicahan, Malbaylı istiqamətində Qarabağda ermənilər baş qaldırdı və Novruz bayramı günü qeyd edilən ərazilərdə soyqırım aktına başladılar. 22-sindən başlayan soyqırım Bakı şəhərində də eyni qaydada 31-də baş verdi. Bundan əlavə olaraq Qaraməryəm, Quba, Şamaxı, Göyçay, hətta Zəngəzurun 160-a yaxın kəndində bu soyqırım aktı həyata keçirildi. Ancaq soyqırımının miqyasına baxsaq, görərik ki, fevralın 17-sindən etibarən Urmiya gölü ətrafında təkcə Azərbaycan türk müsəlman olduğuna görə 700 min soydaşlarımız qətl edildi. Bundan əlavə olaraq Orta Asiyada 1 milyona yaxın Özbəkistan, Səmərqənd kimi yerlərdə eyni qaydada soyqırımlar həyata keçirilir. Ancaq soyqırımın epicentri Azərbaycan edir. Çünki böyük qayıdış, böyük oyanış, ilk demokratik cümhuriyyət, milli azadlıq hərəkatı və bütün proseslər Azərbaycanda daha geniş fürsət almışdı və ona görə də başlanğıcı ilk əvvəl boğmaq üçün iki istiqamətdən həm özünün Avropa mənşəli diasporası ilə maliyyələşən Hamazakın ordusu, eləcə də Rus bolşevik daşnaq maliyyəsi və silah ilə bu soyqırımı təşkil edən Bakı istiqamətində Andronik'in rəhbərliyi ilə, eləcə də Şamiyanın rəhbərliyi ilə bu proseslər həyata keçirildi. Andronik'in rəhbərliyi ilə proseslər, yenə də qeyd etdiyim kimi, Avropanın erməni lobbisinin maliyyəsi ilə həyata keçirildi. Şamiyanın rəhbərlik etdiyi soyqırım dəstəsi Rus bolşevik silah və sursatı ilə bunu həyata keçirdi. Əslində, böyük bir qətliam həyata keçirildi və bu qətliamın əsas məqsədi Azərbaycanda milli azadlıq hərəkatının müstəqillik sevgisini boğmaq idi. Ancaq bununla yanaşı Şərqi Anadoludan köç etmiş ermənilərin də Birinci Dünya Savaşı sonunda əldə edə bilməyəcəyi intiqam qisasını Saçın ucun hörmezler,
Bəli, biz davam edirik əziz dinləyicilərimiz. Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı 1993-cü ildən danışırıq və həmin zaman minlərlə mülki şəxs bölgəni tərk etməyə məcbur qalmışdı və ən təhlükəsiz çıxış yolu kimi Murovdağ istiqamətində yerləşən dağ tunelindən istifadə edilirdi. Tunel həm mülki əhali, həm də geri çəkilən Azərbaycan hərbiçiləri üçün son ümid yeri hesab olunurdu. Amma buna baxmayaraq şahidlərin ifadələri var və həmin ifadələr eyni zamanda sonrakı araşdırmalar da göstərir ki, həmin tunel Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub və nəticədə aralarında qadınların, uşaqların və yaşlıların da olduğu çoxsaylı mülki şəxslər həlak olub. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilmişdi, 64 nəfər isə əsir götürülmüşdü və Kəlbəcər tuneli hadisəsi kütləvi qırğın kimi Ermənistanın Azərbaycana törətdiyi faciələr deməli sırasında yer alır. Sədaqət, elə sözünə qüvvət. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının baş prokurorluğu Ermənistanın ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək milli və beynəlxalq məhkəmədə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti davam etdirir və araşdırılması vacib olan belə cinayətlərdən biri də məhz Kəlbəcər rayonunda tunel adlanan ərazidə 1993-cü il martın 31-də baş verib. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək təhlükəsiz yerə getməyə çalışan dinc Azərbaycanlıları güllə barana tutub qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər və məlumat üçün bildirək ki, Azərbaycanda ən uzun məsafəsi olan bu tunel Tərtər-Kəlbəcər rayonunun yolunun cənubunda Laçın-Kəlbəcər yolunun üstündə yerləşir və Kəlbəcərin 35 kəndini mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən və işıqlandırılmayan o tunelin uzunluğu 2 kilometrə yaxın idi. Yer gəlmişkən deyək ki, Kəlbəcər rayonunun işğaldan azad olunmasından sonra Kəlbəcər-Laçın tunelində bu qətlə yetirilən soydaşlarımızın xatirəsi də yerində anıldı və bu məqsədlə hadisə şahidlərinin, öldürülən şəxslərin yaxınlarının Kəlbəcər rayonuna səfəri də təşkil olunmuşdu və bundan başqa xarici media nümayəndələri də Kəlbəcərə səfər etmişdi və həmin o tuneldə olan o qırğın haqqında informasiya toplamaq üçün dünya ictimaiyyətinə bunu bildirmək üçün və həmin hadisənin şahidlərinin müxtəlif saytlara verdiyi açıqlamalar var və xatirələrini bölüşüblər. Məsələn, həmin deməli hadisənin şahidi olan Əfzəl Mirzəyevin xatirələrindən bir-iki kəlmə deyə bilərik ki, o bildirir ki, deməli hadisələrin cərəyan etdiyi dövrdə atası orada işləyirmiş və bacısı, atası ilə bacısı, bir də bacısı uşağı vəfat eləyib, orada həlak olub daha doğrusu. Həmin vaxtlar isə Əfzəl Mirzəyevin 26 yaşı olub və günün bu gündə Kəlbəcər artıq 2020-ci ildən düz 6 ildir də, 6-cı ildir ki, Kəlbəcər azadlığını qeyd eləyir və 25 noyabr bilirsiniz ki, Kəlbəcər şəhəri günü elan olundu və artıq 2020-ci ildən hər il həmin gün Kəlbəcərlilər öz dədə-baba torpaqlarına qayıdan Kəlbəcərlilər, ümumiyyətlə Qarabağa qayıdan belə deyim, insanlar, bəli, sakinlər bayram qeyd edirlər, öz bayramlarını qeyd edirlər. Təbii ki, bu hadisələr hər biri o xatirə olaraq unudulmayacaqdır. Ki, unudulması lazım da deyil. Bu əksinə tarixi həqiqətlərimizdir. Əlbəttə ki, tarixi həqiqətləri unutmaq lazım deyil və dünya ictimaiyyətinə bildiyimiz qədər çatdırmaq lazımdır, vacibdir. Bugün isə mart ayının 31-i Azərbaycanlıların soyqırımı günüdür. Azərbaycan radiosunun səhər proqramı Gəl Səhərim efiri də məhz bugünə həsr olunub. Yaman sazaqdır, günəş səndən uzaqdır. Hava yaman sazaqdır, günəş səndən uzaqdır. Bir aç quzu mələk sənə boylandı, baxdı, yumul bənövşən yumul.
Bəsliyə sənin payızın hər çiçəkdən tez düşür. Yumul bənövşəm yum, bənövşəm yum. İndi sənin payızın hər çiçəkdən tez düşür. Yumul bənövşəm yum, bənövşəm yum. Dağda duman görünür, duman dağa bürünür. Dağda duman görünür, duman dağa bürünür. O dağda bir bulut var, sənə tərəf sürünür. Yumul bənövşəm yum, bənövşəm yumul. O dağda bir bulut sənə tərəf sürünür. Yumul bənövşəm yum, bənövşəm yumul. Çiçəklərə düşür, bir diki yüz düşür. Çiçəklərə düşür, bir diki yüz düşür. Bəsliyə sənin payızın hər çiçəkdən tez düşür. Yumul bənövşəm yum, bənövşəm yumul. İndi sənin payızın hər çiçəkdən tez düşür. Yumul bənövşəm yum, bənövşəm yum, bənövşəm yum, bənövşəm yum. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə 200 il ərzində həyata keçirdiyi soyqırma siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı və soyqırma haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti də bütün zəruri addımları atmağa başlayıb və bu gün də davam etdirilir o siyasət. Təbii ki, eyni zamanda vətəndaş olaraq da bizim üzərimizə düşən məsuliyyətlər var və ayrı-ayrı qurumlar da bununla bağlı işlər görürlər. Eyni zamanda dediyimiz kimi o faktlar var ki, o faktları ümumiləşdirib bir baza yaratmaq məqsədi var idi və buna da nail olundu. Bəli, müxtəlif qurumlar bu barədə öz üzərlərinə düşən deməli missiyanı yerinə yetirirlər. Biz indi danışacağıq Azərbaycan Milli Kitabxanasında nələr baş verir. Bu kitabxana dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədi ilə 31 mart Azərbaycanlıların soyqırımı günü adlı elektron məlumat bazası və 31 mart tarixi yaddaşımızdan silinməyən soyqırım adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunduğunu bildirib və kitabxanadan bu barədə məlumat verilib. Elektron məlumat bazası unudulmaz faciə, rəsmi sənədlər, görkəmli şəxslər mart soyqırımı haqqında, hadisələrin getişi, siyasi hüquqi qiymətləndirmə, kütləvi repressiyaların qanlı tarixi, kitablar, məqalələr, filmoqrafiya və soyqırımı yaddaşlarda bölmələrindən ibarətdir. Bazada təqdim olunan materiallar tam mətnləri ilə verilib. Və elektron məlumat bazası ilə tanış olmaq istəyənlər anl.az soyqırım linkindən istifadə edə bilərlər. Eyni zamanda virtual sərgidən danışdım. Bu virtual sərgidə
isə 31 mart Azərbaycanlıların soyqırımı günü haqqında rəsmi sənədlər və azğınlaşmış erməni bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində törədilmiş talanların faciəli nəticələri, 10 minlərlə dinc Azərbaycanlı əhalinin qətlə yetirilməsi, Azərbaycanlılara məxsus memarlıq abidələri, məscidlər, yaşayış məhəllələri, kəndlər, sənaye müəssisələri, məktəblər, xəstəxanalar və digər mülki, sosial və ticarət obyektlərinin məhv edilməsini tədqiq edən dövrü mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar, fotoşəkillər nümayiş olunur. Bir daha xatırladaq ki, məhz 1918-ci ilin martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırım aktı həyata keçirilib və bu soyqırımdan 108 il ötür. Günler ötür, aylar ötür, yıl olur. İntizarın yüreğimde düğündür. Ne olar ki var sende birce an, yüreğini yüreğimle döyündür. Ne olar ki var sende birce an, yüreğini yüreğimle döyündür. Alavalar gönlüm yanar, alavalar sen yanar. Ah intizar, ah intizar, ah intizar, ah intizar. Sen olmazsan yüreğimde her zaman Vüsalına həsrət çəkib gəzməzdim. Bilməyirəm ürək midir səndəki. Ürək olsa bu halıma dözməzdin. Bilməyirəm ürək midir səndəki. Ürək olsa bu halıma dözməzdin. Ağlanar könlüm yanar, gecə gündüz səni anar. Ah intizar, ah intizar, ah intizar, ah intizar.
Ulu Yurdun Nəfəsi 105 FM. Mən sənə sevgilim heç bilmədən vuruldum suallar cavabsız düşünməkdən yoruldum içimdə bir dəniz səni görməsə daşacaq sən məni tərk etsən inan qiyamət qopacaq mən səni bitirsem dünya tersine döner ben seni bitirsem içimde her şey öler ben seni bitirsem düşmanlar seviner ben seni bitirsem alovlu gecem söner alovlu gecem söner İnanabilmedim özümü yitirdim bu şehir o küçe gecikmiş kısmetim bir tesadüf bir yazı gözleyer birden korkuram ayrılığdan söz deme bir deli kimi olur içimde her şey öler ben seni bitirsem düşmanlar seviner ben seni bitirsem alovlu gecem söner alovlu gecem İçimde her şey öler ben seni bitirsem dünya tersine döner ben seni bitirsem içimde her şey öler ben seni bitirsem düşmanlarım seviner ben seni bitirsem alovlu gecem söner alovlu gecem söner. Yaddaşlarda bugün. Və davam edirik əziz dinləyicilərimiz. İndi biz keçid aldıq təqvim rubrikasına. Bugün biz xanəndəlik sənətinin ən görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunu xatırlayacağıq. Hətta onlar şərq musiqisinin peyğəmbəri də deyirlər. Belə bir video şərhdə hazırlanıb Şuşa Dövlət Qoruğu tərəfindən. Məhz Cabbar Qaryağdıoğlu nəsr olunmuş. Toxunacaq birazdan. Təbii ki, əvvəlcə Cabbar Qaryağdıoğlunun biz həyatına, ümumiyyətlə yaradıcılığına nəzər salaq. Bəli, bir qədər danışaq. 1861-ci ilin bu günündə dünyaya göz açıb, Şuşada Seyidli məhəlləsində anadan olub. Uşaqlıqdan məhəllə uşaqları ilə qaya başında, 40 pləkanda quzu otaran Cabbar saatlarla dəlik daşın üstündə oturaraq zümzümə edərdi, belə deyirlər və sonralar bu zümzümələr 19-cu əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb olur. Onun oxuduğu muğam və xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin ən qiymətli inciləri hesab olunur və Cabbar
Qaryağdıoğlu'nun səsi güclü dramatik tenor tipli səs hesab olunurdu. Cabbar Qaryağdıoğlu'nu Azərbaycan xalq musiqisinin eyni zamanda ensiklopediyası adlandırırdılar. Təbii ki, Azərbaycanda opera sənətinin də meydana gəlməsində onun böyük rolu olub. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Cabbar Qaryağdıoğlu'nun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə deyərmiş ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğlu'na minnətdaram. Seyid Şuşinski, Bülbül, eyni zamanda Davud Səfiyarov, Zülfü Adgözəlov, Xan Şuşinski, Cahan Talaşinskaya, Yavər Kələntərli, Mütəllim kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlu'nun tələbələri olub. Cabbar Qaryağdıoğlu'nun böyük sənəti, zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olub. Həmişə eyni zamanda xanəndənin 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən Elmi Tədqiqat Kabineti tərəfindən Azərbaycan xalq nəğmələri başlığı altında ayrıca kitab şəklində də çap edilib. Sədaqət, maraqlı bir fakt da var. Cabbar Qaryağdıoğlu 74 yaşı olanda 1934-cü il may ayının 30-unda Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiyadasında qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcra Komitəsinin birinci dərəcəli fəxri fərmanı ilə təltif edilib. Təbii ki, bugün Azərbaycan musiqisi tarixində Cabbar Qaryağdıoğlu'nun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun Şahnaz, Qatar, Heyratçısı musiqi xəzinəmizin inciləridir və Azərbaycan radiosunun da fondundan Cabbar Qaryağdıoğlu'nun səs yazısı var. İndi rejissorumuz Kamran həmin səs yazısını sizə təqdim edəcək. Milli musiqimizin görkəmli nümayəndəsi, ömrünün 60 ilini muğam sənətinə əsr eləyən xanəndə Cabbar Qaryağdıoğlu. Çoxlarının xalq mahnısı bildiyi Gülə-gülə, Bağçadan gələn nə səsdir, bu gələn yara bənzər, Sona xanım, dağ başında qar kimi, bulud üzlü, ay qabaqlı gözəlim, İrəvanda xalq almadı, ay dərya kənarında bir ev tikmişəm, xumar oldum, qalada yatmış idim kimi bəstələrin müəllifi olan ustad sənətkar, musiqi tariximizin qızıl dövrünü yazan, Azərbaycan operasının ilk aktyoru Cabbar Qaryağdıoğlu'nun ifaçılıq sənətindən danışacağıq. 1861-ci ilin 31 martında Qafqazın musiqi beşiği sayılan gözəl Şuşamızda boyaqçı Məşədi İsmailin ailəsində daha bir oğlan uşağı dünyaya gəlir. Adını Cabbar qoyurlar. Hələ uşaqlıqdan yaşıdları ilə qaya başında, 40 pilləkəndə quzu otaran Cabbar saatlarla dəlikdaşın üstündə oturar, xəzinə qayasına tamaşa eləyər, bülbüllərin cəhcəhinə diqqət kəsilər, özü də zümzümələr eləyərdi. Cabbarın doğulub böyüdüyü ev Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. O zaman tanınmış alim, şair, musiqişünas Mir Möhsün Nəvvabın başçılıq elədiyi Məclis-i Fəramusan ədəbi məclisinin üzvləri axşam tərəfi bura yığışardılar. Bu məclisdə iştirak eləyən qardaşı Məhəmmədin yanıqlı səslə oxuması və muğamla nəfəs alan Şuşa mühiti Cabbarı xanəndəlik sənətinə gətirir. Cabbarın ilk müəllimi Şuşalı musiqişünas alim Mirzəli Zeynalabdin oğlu olub. Ondan ərəb və fars dillərini, xanəndəlik sirlərini öyrənib. Bir gün müəllimi Mirzəli ilə bir toy məclisinə gələn 16 yaşlı Cabbar, tarzən Cavad bəyin müşayiəti ilə Kürd Şahnaz muğamını oxuyur. Səsi ilə hər kəsi məftun eləyir. Qocaman xanəndə Hacı Üsü onun alnından öpür və deyir: gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaq. 1897-ci ildə Əbdülrəhim bəy Haqverdiyevin Şuşada hazırladığı Məcnun Leylinin qəbri üstündə musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu yaratdığı Məcnun rolu ilə ilk milli opera aktyoru kimi tarixə düşdü. Azərbaycanda xanəndəlik sənətinin parlaq bir mərhələsi Cabbar Qaryağdıoğlu'nun adı ilə bağlıdır. 20-ci əsrin əvvəlinə qədər Azərbaycan xanəndələri muğamları fars dilində yazılan qəzəllər üzərində oxuyurdular. Bu ənənəyə Cabbar Qaryağdıoğlu nöqtə qoyur. Onun səyi nəticəsində muğamlar Azərbaycan dilində ifa olunmağa başlayır. Cabbar Qaryağdıoğlu səsi qramofon valına yazılan ilk Azərbaycanlı xanəndədir. Qaryağdıoğlu muğamın nota salınmasında gənc bəstəkar Fikrət Əmirova yaxından kömək edib. O ilk dəfə 500 Azərbaycan xalq mahnısını, 250-yə yaxın özünün müəllifi olduğu mahnını vallara yazdırıb.
Bu mahnılardan 50-si Azərbaycan xalq mahnıları adı ilə ayrıca kitabça şəklində çap olunub. Kitablarda mahnıların not yazısı ilə bərabər Azərbaycan və rus dillərində mətnlər də vardı. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biridir. Burada xanəndəlik sənətindən dərs deyərək Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adgözəlov kimi muğam ifaçıları yetişdirib. Cabbar Qaryağdıoğlu 1944-cü ildə 83 yaşında dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun. Azərbaycan Radyosu. Sen gittin, sen dönmedin ki görmeyim, gözyaşlarını görmeyim, hasret hissini duymayım, duymayım ben. Dinmedin, dinlemedin ki olmasın, geriye dönme olmasın, vida ruhunu duymayım, duymayım ben. Nefesim sevgilim sen, sevincim sen, yüreğim yüzüme bak, bir daha, bir daha, bir daha. Nefesim sevgilim sen, ümidim sevincim sen, yüreğim seslemeni, bir daha, bir daha, bir daha sen. Dözmərəm sensiz günlərə, sevgisiz tənha günlərə. Bu qəm kədərə dözmərəm, dözmərəm mən. Bilirəm, sevirsən məni dön qayıt, həyatıma sən dön qayıt. Qucaqla məni sevinim, sevinim mən. Nefesim sevgilim sen, ümidim sevincim sen, yüreğim yüzüme bak, bir daha, bir daha, bir daha. Nefesim sevgilim sen, ümidim sevincim sen, yüreğim seslemeni, bir daha, bir daha, bir daha sen. Mart soyqırımı və ya Mart hadisələri 1918-ci ilin 30 Mart və 3 Aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnak erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğındır və rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın Azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb və 3 gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə Azərbaycanlıların yaşadıkları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olan Alman bir insan
Bəli. Kulner soyadlı bir Alman 1925-ci ildə Bakı hadisələri barədə bir yazı yazıb və yazıda maraqlı faktlar var. Qeyd olunur ki, ermənilər müsəlman Azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 Azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilib, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıkları kimi yaşlılara da rəhm etməmişdilər və gənc qadınları diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan 2000 nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Bir də başqa bir tərəfdən də yanaşaq mövzuya. Çünki bu qanlı olaylar həm də Azərbaycanın yaşayış məntəqələrinin vandallara xas olan üsullarla dağıdılmasıdır. Maddi mədəniyyət abidələridir, məsciddir, qəbristanlıqların yerinə yeksan edilməsi kimi antibəşəri cinayətlər olaraq da tarixin yaddaşına həkk edilib. Sonrakı dövrlərdə daha da azğınlaşdı ermənilər və erməni millətçiləri qeyri-insani əməllərini davam etdirdilər. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər törətdilər. Bundan başqa talanlar, etnik təmizləmələr həyata keçirdilər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura 19-cu əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi idi və bundan başqa 1905-1918-ci illərdə Azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar törədilirdi. 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-53-cü illərdə isə 100 minlərlə Azərbaycanın indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələri hesab edilir. Və soyqırım təbii ki bizim yaddaşımızdadır və eyni zamanda Quba soyqırım memorial kompleksi, eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunda memorial soyqırım muzeyi, Hacıqabulda 1918-ci ilin mart qırğınlarında şəhid olmuş Osmanlı və Azərbaycan əskərlərinin xatirəsinə abidə, Səlyanda 31 mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi də dünyasını dəyişənlərə, öldürülən insanlara və 31 mart soyqırımını unutmamağa bir növ çağırışdır həm də. Hörmətli dinləyicilər, biz də verilişimiz ərzində bu tarixə nəzər salırıq. Sədaqət, eyni zamanda bir çox filmlər də çəkilib məhz 31 mart soyqırımı ilə bağlı. 2008-ci ildə Həqiqətin Özü filmi, 2010-cu ildə Mart hadisələri yaxud Qara oyunlar və 2012-ci ildə Yaddaşın rəmzi Quba 1918 filmləri də ərsəyə gəlib. Bu da tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün tutarlı bir səbəbdir. Kimi aç, oxu, gör mən kiməm. Güz bahar gələr, gül qayıtmaz rənginə. Ömrümüz axar, sel kimi alar cənginə. Təqvimim dolar, calanmaz gün-günə. Sərküləy əsər, solan yarpaq düşər. Mən toxunduğum qara saçlara ağ düşər. Ayrılıq gələr, dağmalarda uzaq düşər. Bizi unutmayanlar unudulmaz, unudulmaz. Ötən o illər bir xatirə ilə canlanar rəngsiz şəkillər. Unudulmaz ötən o anlar, çünki bizim ömrümüzdən bir parçadır yaşananlar. Unudulmaz ötən o illər bir xatirə ilə canlanar rəngsiz şəkillər. Unudulmaz ötən o anlar, çünki bizim ömrümüzdən bir parçadır yaşananlar. Biz zaman zaman gülüb həm ağladık. Talehin ipiyle iki qəlbi bağladı.
karşılaştık korkmadı. Geri dönmeyenler unutulmaz, unutulmaz. Öten o iller bir hatireyle canlanan renksiz şekiller. Unutulmaz öten o anlar, çünkü bizim ömrümüzden bir parçadır yaşananlar. Unutulmaz öten o iller bir hatireyle canlanan renksiz şekiller. Unutulmaz öten o anlar, çünkü bizim ömrümüzden bir parçadır yaşananlar. Unutulmaz öten o iller bir hatireyle canlanan renksiz şekiller. Unutulmaz öten o anlar, çünkü bizim ömrümüzden bir parçadır yaşananlar. Unutulmaz öten o iller bir hatireyle canlanan renksiz şekiller. Unutulmaz öten o anlar, çünkü bizim ömrümüzden bir parçadır yaşananlar. Davam edirik hörmətli dinləyicilər. Azərbaycan radiosunda siz Gəl Səhərimi dinləyirsiniz. Studiyada İlkin Baba və Sədaqət Rauf qızıdır. Biraz əvvəl biz dedik ki, 31 mart soyqırımı günü ilə bağlı bir çox filmlər ərsəyə gəlib və elə bu səpkidə xəbərlərimizi də həm də mədəniyyət bölümü ilə davam etdirək və bir sıra mədəniyyət yenilikləri də var ki, o mədəniyyət yeniliklərini sizə təqdim edəcəyik hörmətli dinləyicilərimiz. Əvvəlcə başlayaq ki, dünən xalq artisti Rasim Balayev son mənzilinə yola salındı. Ruhu şad olsun deyirik. Həqiqətən Rasim Balayev Azərbaycan kino sənəti üçün çox böyük bir örnək idi. Azərbaycan filminin siması idi hətta və dünən yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan şöhrət, şərəf və istiqlal ordenli xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında vida mərasimi ilə son mənzilinə yola salındı. Birinci Fəxri Xiyabanda dəfn edildi. Dünən Prezident İlham Əliyev də Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalamışdı. Ümumiyyətlə onun itkisini qəbullanmayan bir çox sənət nümayəndələri var, sənət yoldaşları var. Eləcə də ona qibtə edən, onun belə deyim də pərəstişkarları var və bu böyük bir itkidir əslində Azərbaycan mədəniyyəti üçün. Şəfqə Məmmədovanı biz çox az görürük. Onun ümumiyyətlə çıxışlarını da az görürük, açıqlamalarını da, jurnalistlərə verdiyi müsahibələri də, amma dünən o bir müsahibəsində bir kəlmə söz işlətdi ki, Rasim Azərbaycan kino ailəsinin başçısı idi və mən onun yolunu gözləyirdim, sadəcə belə gözləmirdim. Çünki onun nəşi bilirsiniz ki, Türkiyədən gətirildi və o Türkiyədə vəfat etmişdi İstanbul şəhərində. Bəli, xalq şairi Ramiz Rövşən də Rasim Balayev zirvəyə dişi dırnağı ilə çatmışdı deyib. Çox güclü, nəhəng insani keyfiyyətlərə sahib idi. Şöhrət isə ona heç vaxt təsir etmədi. Mənim üçün Rasim Balayev yalnız böyük aktyor deyildi. O Azərbaycan kinosunun siması idi və Ramiz Rövşən deyib ki, mərhum sənətkar xəstəliyini belə gizli saxlayırdı. Bu xəbər çoxları üçün gözlənilməz oldu və Azərbaycan kinosunun bütöv tarixini bir insanda cəmləşdirmək mümkün olsaydı, o Rasim Balayev olardı deyə Ramiz Rövşən qeyd edib. Cəmi 23 yaşında təkcə Azərbaycanda yox, ölkə sərhədlərindən kənarda da tanınmağa başlayıb və amma buna baxmayaraq zərrə qədər dəyişməyib. Bugünə qədər necə tanıyırdımsa elə də qaldı deyə Ramiz Rövşən fikirlərini tamamlayıb. Ümumiyyətlə demək olar ki, bütün mədəniyyət xəbərlərinin əksər saytlardan nəzərdən keçirdirik. Bəli, ancaq xalq artisti Rasim Balayev haqqında xəbərləri görürük və onun ümumiyyətlə sənət yoldaşlarının onun haqqında xatirələri yer alır. Hər kəsin bu haqda belə çox qəmgin və hüzünlü çıxışları yer alır. Ona görə də bizim mədəniyyət xəbərlərimizdən başqa sizə çatdıracağımız elə bir xəbər yoxdur. Sadəcə olaraq əlavə kimi deyə bilərik ki, bu xəbərdən çıxaraq başqa bir
o da lazımlı bir xəbərdir. Söhbət kitab sevərlər üçün deməli Məlumatdan lazım olan gedir, bəli. məlumatdan gedir. Bəli, Özbəkistanda Xalid Səid Xocayeva həsr edilmiş kitabın təqdimatı keçirilmişdi və bu nə üçün deyirəm? Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq və həmin açılış üçün o kitabın təqdimatı da vacibdir. Bir də İstanbulda Azərbaycanlı yazıçının kitabı ictimaiyyətə Rafiq təqdim Ələkbərdən edilir. söhbət gedir. Yəni Türkiyə türkçəsinə tərcümə edilən 2 detektiv romanından ibarət İnsan Ticarəti Qəsdən Ölüm adlı kitab təqdimatı olub. Zəngin Yayın Evi ilə tərcümə edilib və kitab Türk Ədəbiyyatı Vəqfində baş tutub təqdimatı və təbii ki ötən əsrin 80-ci illərdən başlayaraq bədii fəaliyyətə başlayan Rafiq Ələkbər yaradıcılığının ana xəttini də türkçülük və turançılıq, eyni zamanda vətənə və torpağa bağlılıq təşkil edib və təbii ki sonda imza mərasimi də keçirilib. Elə hər iki xəbər də məhz Azərbaycan ədəbiyyatı nümayəndələrinin ölkəmizdən kənarda öz əsərlərini, kitablarını tanıtması və digər ölkə oxucularını toplaması. Burada əsas bu kitabın da əsas mahiyyəti nə idi, missiyası nə idi? İnsanların, yəni vətənpərvərlik ruhunda böyüdülməsidir. Ümumiyyətlə vətənə olan bağlılıqdır, türkçülükdür. Bütün bu ideologizmi ictimaiyyətə tanıtmaqdır. Biz Rafiq Ələkbər dedik, amma Rafiq Babayevi da az sonra xatırlayacağıq təqvim rubrikasında, amma bu yəqin ki bir neçə dəqiqədən sonra olacaq. Ben könlüme hemdem seni sandım, saymaz yana geçtin göz önümden. Ben könlüme hemdem seni sandım, saymaz yana geçtim göz önümden. Yandım ele yandım, yandım ele yandım, yandım ele yandım yar. Yandım ele yandım, yandım ele yandım, yandım ele yandım. Kalbimdeki odlar, odlar söndür, niye söndür, niye söndür? Heyhat niye kalbimdeki odlar, odlar söndür, niye söndür, niye söndür? Yandım ele yandım, yandım ele yandım, yandım ele yandım ya. Yandım ele yandım, yandım ele yandım, yandım ele yandım.
Və biz bugün bir neçə ilk dəfə olaraq eşitdiyimiz mahnılar da oldu. Bugünkü Yeni musiqi versiyada proyektində. təqdim olundu. Bəli, məsələn bu mahnını səhv eləmirəmsə hazırda indi biz Tüzalənin ifasında eşitdik, Hə, yeni Tüzalə aranjmanda, Ağayeva idi. amma Tüzalə Ağayeva, amma xatırlayıram nəsə səhv etmirəmsə Nasbəri Dostəliyeva bu mahnını İfa oxumuşdu. eləmişdi. İfa etmişdi, bəli. Və yeni bir aranjmanda sizə təqdim etdik. Davam edirik, əziz dinləyicilərimiz. Siz Gəl Səhərin verilişini eşidirsiniz və bu gün 31 mart Azərbaycanlıların soyqırımı günüdür və biz soyqırımın ümumiyyətlə bu tarixi faciəvi tarixə nəzər saldıq, statistikaya nəzər saldıq, amma şükürlər olsun bu günümüzə də nəzər salmalıyıq. Çünki ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə verildi və 44 günlük vətən müharibəsində Azərbaycanın müzəffər ordusunun qalib gəldiyi o 44 günlük vətən müharibəsi və 2023-cü ili də xatırlayırıq. Çünki sentyabrda həyata keçirilən bir günlük antiterror tədbirləri oldu. Qətiyyətlə bu tədbirlər nəticəsində dediyim kimi ermənilərin cavabı verildi. Soyqırım qurbanlarıdır. Şəhidlərimizin qisası Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alındı və 30 illik işğala son qoyuldu. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edildi. Ədalət zəfər çaldı və bir də qeyd edək ki, sabah aprelin 1-i gecədən aprelin 2-sinə keçən gecədə, Aprel döyüşləri. Bəli, aprel döyüşləri də 2016-cı il həmin tarixə də nəzər salmalıyıq. Aprel döyüşləri oldu və o zaman da yenə də Rəşadətli ordumuz qalib gəldi. Və bu tarixə də təbii ki, növbəti günlərdə elə aprel döyüşlərinin olduğu günlərdə də biz Azərbaycan Radiosunun səhər efirində də toxunacağıq. Hörmətli dinləyicilər, qısa bir düzəliş dedim. Sədaqət həmin o Yandım elə yandım mahnısını illər əvvəl ilk ifaçılarından biri İlham Quliyeva olub. Bu mahnını deməli Ramiz Mirişlinin musiqisi, sözləri isə Süleyman Rüstəmə məxsus olan bu mahnı sonradan bir çox ifaçıların ifasında səslənib bu mahnı. Mən dediyim ifaçı var orada. Bəli, var. Dedim, Yox, düz deyirsən, var. Amma illər ilk əvvəl ifaçısı olaraq İlham Quliyeva ifa edib bu mahnını illər əvvəldə və sonradan həm instrumental versiyasında və digər ifaçılar da bu mahnıya müraciət ediblər. Hörmətli dinləyicilər, Azərbaycan Radiosunda Gəl Səhərimi dinləyirsiniz. Studiyada Sədaqət Rafqızı və İlkin Babadır. Rejissorumuz Kəmran Nadiroğlu. Siz bizə eyni zamanda YouTube üzərindən baxa bilirsiniz. Azərbaycan Radiosu Plus səhifəsindən görüntünü Fərid Məmmədov təqdim edir. Bir vaxt bu dünyada sen yaşayırdın. Onun için bu dünya kardeşti mənə. Her gemi sevinci bir yaşayırdık. Könüldaştın mənə, dildaştın mənə. Bir vaxt bu dünyada sen yaşayırdın. Onun için bu dünya kardeşti mənə. Her gemi sevinci bir yaşayırdık. Könüldaştın mənə, dildaştın mənə. İlk dəfə tutanda titrək elindən bilməzdim həyatda varmış ölümdən. Göylərin müqəddəs mələklərindən elə bir yadigar qalmışdın mənə.
sesi yeten sen idin. Çaşdın mənə yol göstərən sən idin. Ömürdaşdın mənə, yoldaşdın mənə. Yurt yuvalı məni edən sən idin. Mənə ünlü səsi yeten sen idin. Çaşdın mənə yol göstərən sən idin. Ömürdaşdın mənə, yoldaşdın mənə. İlk dəfə tutanda titrək əlindən, bilməzdim həyatda varmış ölümdən. Göylərin müqəddəs mələklərindən elə bir yadigar qalmışdın mənə. Bəli, proqramımız başlayandan 31 mart tarixini və soyqırım qurbanlarını yad edirik və eyni zamanda bu bir həm də terror hadisəsidir, terror aktıdır və təbii ki, biraz əvvəl Rafiq Babayevin adını çəkdik. Çox təəssüf ki, terrora qurban gedən sənətkarlardan biri də Rafiq Babayev idi və bugün Rafiq Babayevin 90 yaşı tamam olur. Bugün doğum günüdür. Bəli, yaşasaydı 90 illiyini qeyd edəcəkdik. Əlvida dedi və getdi. Bir qədər onun da həyat yaradıcılığına nəzər salaq. Az əvvəl sən də dedin ki, 19 mart tarixində 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olmuşdu. Amma bu gün onun dünyaya göz açdığı bir gündür. 1936-cı ildə martın 31-də Rafiq Babayev anadan olub və məlumat üçün deyək ki, 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olub. Rafiq Babayev ilk caz kvartetini də məhz bu məktəbdə yaradıb. Ümumiyyətlə Rafiq Babayevin kim ki yaradıcılığı ilə tanışdısa bilir ki, o da cazı çox sevirmiş və caz improvizələri etməyi, caz musiqisi yaratmağı tərəfdarı olub. Elə sözünə qüvvət musiqi məktəbinin o buraxılış imtahanında klassik musiqidən əlavə Amerikalı caz pianist Bill Evans'ın bir kompozisiyasını ifa eləyir və Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına da ilk addımlarını məhz bu yöndən atmış olur Rafiq Babayev. Caz musiqisi ilə maraqlanır, bayaq da dedik, improvizasiya ustalığını təkmilləşdirir və bundan başqa xalq çalğı alətləri ansamblının musiqi rəhbəri vəzifəsində də işləyir. Artıq büxtələşir yavaş-yavaş bu sahədə. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, bayaq da sən vurğuladın, Bill Evans'ın kompozisiyası da daxil edilmişdi. Və 1993-cü ildə çəkilmiş Təxminə filmi və Təxminə filminin soundtrackı olan Əlvida kompozisiyası daha sonra bir sıra ifaçılar, müğənnilər tərəfindən ifa olunsa da Rafiq Babayevin ifasında təkrar olunmazdı. Çox təəssüf ki, dünyanın lənətlədiyi terror bu böyük sənətkarın həyatına son qoyur. 19 mart 1994-cü il Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz ölür və ölənlər arasında xalq artisti, Azərbaycan caz musiqi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata da elə orada əlvida dedi. Necə ki, kompozisiyası da bir adlanır. Əlvida. Ayrıldı, nə asan. Hardasan, həyatım, varmısan, yoxmusan? Mən səni izlədim, günah tək gizlədim. Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim.
Elvida o günler ulduzlu geceler elvida. Ömrümden ne kaldı vefasız dünyada. Elvida o günler ulduzlu geceler elvida. Ömrümden ne kaldı vefasız dünyada. Görüştük, ne çetin ayrıldık ne asan. Hardasan hayatım, var mısan, yok musun? Ben seni izledim, günah tek gizledim. Her seher, her akşam, her gündüz, her gece özledim. Elvida o günler, ulduzlu geceler elvida. Ömrümden ne kaldı vefasız dünyada. Veriliş başlayanda biz dedik ki Ermənistanın Azərbaycana qarşı mütəmadi olaraq yəni törətdiyi bu kütləvi qırğınlar olsun, faciələr olsun, qətliamlar olsun ki biz bunlar haqqında məlumat verəcəyik sizə verilişin irəliləyən dəqiqələrində və indi istəyirik sizə Malıbəyli və Quşçular qətliamından da danışaq. Belə ki bu qətliam Qarabağ müharibəsi zamanı 10 fevral və 12 fevral 1992-ci il tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik Azərbaycanlının qətlə yetirilməsidir. Hadisələrin gedişatı necə olub? Şuşa rayonunda əhali tərkibi Azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə, yaylaqlarda yerləşirdi və kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 88-ci ildə Xocalıya olduğu kimi bu kəndlərdə də Ermənistandan zorla çıxarılmış təxminən sayı 1500-ə yaxın köçkün yerləşmişdi və Qarabağ müharibəsi başlanan andan etibarən isə bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəfinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Və mühasirədə olduğu üçün də kənddən çıxış yalnız hava yolu ilə mümkün idi. Amma yanvarın 28-də Şuşaya uçan sonuncu vertolyotun ermənilər tərəfindən vurulmasından sonra kənd əhalisinin əli hər yerdən üzülür, hər tərəfdən mühasirədə olan Malıbəylilər çarəsiz qalırlar. Ölümün gözünə dik baxmağa da məcbur idilər və fevralın 10-unda erməni silahlı qüvvələri Malıbəyliyə hücum eləyir. Hər kəs Quşçular kəndinə qaçmağa çalışırdı ki, kənddəki evlər yandırıldı. Kənd sakinləri ermənilərlə yaşam uğrunda mübarizə aparır, qəhrəmancasına döyüşürdülər. Təcavüzkar silahlı erməni birləşmələrinin tərkibində müxtəlif ölkələrdən gəlmiş muzlular da döyüşürdü və Malıbəyli Quşçular kəndlərinin erməni silahlı birləşmələri tərəfindən ələ keçirilməsi ilə Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alınır. Dinc, günahsız və köməksiz mülki vətəndaşlar qanına qətliam edilir və ancaq qarşıda hələ Qaradağlı, Ağdam və Xocalı planları da var idi. Çox təəssüf ki, tarixin qara səhifəsidir məhz bu ümumiyyətlə deyir ki, Xocalı soyqırımının başlanğıcı elə Malıbəyli bir də Quşçular kəndində törədilən qətliam idi. Yəni əvvəlcədən düşünülmüş planlı bir fikir idi ki, sonradan yavaş-yavaş digər ərazilərimizi də ələ keçirsinlər ermənilər. Bir də deyək ki, ümumiyyətlə ATƏT-in Qarabağdakı sülh məramlı missiyasının iştirakı zamanı Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirilmişdi həmin tarixdə və bununla da Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alınmışdı. Bəli, illər keçsə də yaşadığımız ağrı və itkilər heç vaxt unudulmayacaq və təbii ki, biraz əvvəl də qeyd etdik, 44 günlük Vətən müharibəsində torpaqlarımız azad edilsə də şəhidlərimizin itkisini heç nə qaytara bilməz. Malıbəyli və Quşçularda həlak olanları illər ərzində itirdiklərimizi, şəhidlərimizi heç zaman unutmamalıyıq.
Ulu Yurdun Nəfəsi 105 FM. Mən hansı sözləri seçib necə sənə izah edib, necə səni sevirəm, sayıram, gözləyirəm yolunu, sarım sənə qolumu, bir də qoymayın məni məndən alıb gedəsən. Səsim çatarmı səsinə, nəfəs verib nəfəsinə, qovuşaydım ətrinə, mən hər gecə rəsminə. Baxıram, sənsiz çox darıxıram, az qalıb inanıram, bir gün dönəcəm sənə. Yolları duman, bürüsə şaxta boran gələrəm. Yaxsa da leysan, mən səni sevən insan gözlərəm. Yolları duman, bürüsə şaxta boran gələrəm. Yaxsa da leysan, mən səni sevən insan gözlərəm. Gündüzə gecəyə, baxmayaraq heç nəyə, tək səni, yenə səni, yenə səni gözlərəm. Bu sevginin xatirinə, sənsiz keçən hər günümə, qurban edib illərimə, qaytaraydın geriyə. Titrəyən ilk öpüşü, sevgi dolu gülüşü, indi kimlə bölüşür? Yolları duman, bürüsə şaxta boran gələrəm. Yaxsa da leysan, mən səni sevən insan gözlərəm. Yolları duman, bürüsə şaxta boran gələrəm. Yaxsa da leysan, mən səni sevən insan gözlərəm. Hər gündüzə gecəyə, baxmayaraq heç nəyə, tək səni, yenə səni, yenə səni gözlərəm. Bürüsə şaxta boran gələrəm. Yaxsa da leysan, mən səni sevən insan gözlərəm. Yolları duman, bürüsə şaxta boran gələrəm. Yaxsa da leysan, mən səni sevən insan gözlərəm. Hər gündüzə gecəyə, baxmayaraq heç nəyə, tək səni, yenə səni, yenə səni gözlərəm. Azərbaycan Radyosu 105 FM. Kitaba benzer, kapanar unudular,
Bazen sona çatanda insanın iskinalar İlk yaz havasında bir ana laylasında sanarım yaşayıram yine bu hayatta benim ömür kitabım kapansa bir gün tamam nece ömürde günde görüşüne gelirim İlk yaz havasında bir ana laylasında sanarım yaşayıram yine bu hayatta Gece köyün yüzünden akıp gitse ulduz tek karışıp ulduzlara görüşüne gelirim İlk yaz havasında bir ana laylasında sanarım yaşayıram yine bu hayatta İlk yaz havasında bir ana laylasında sanarım yaşayıram yine bu hayatta sanarım yaşayıram yine bu hayatta Və əziz dinləyicilərimiz, biz istəyirik ki, bir qədər də sizə ümumiyyətlə bölgələrimizdə aparılan abadlıq, quruculuq işlərindən danışaq, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur və Şərqi Zəngəzur ərazisində. Çünki orada nəhəng quruculuq işləri gedir və dövlətin siyasi iradəsidir, xalqın ruh yüksəkliyini ortaya qoyur. Azərbaycan qısa müddətdə çox böyük işlər görüb, bunu hər birimiz yəni şahidiyik. 2020-ci ildən bu yana 5 il ərzində də indi 2026-ya təzə keçmişik. 5 il ərzində doğrudan da günü-gündən Qarabağımızın bütün bölgələrində demək olar ki, abadlıq işləri sürətlə inkişaf eləyir və dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el obalarına qayıtmasına səfərbər eləyib və inanılmaz işlər görülür. Yollar, elektrik xəttləridir, su xəttləridir, dəmir yollarıdır çəkilir, hava limanları tikilir və dövlətlər var ki, bu işləri reallaşdırmaq üçün 10 illiklər sərf edib, amma biz cəmi 5 il müddətinə artıq bunların öz gözümüzlə şahidi olmuşuq. İndi deyəcəyik sizə konkret olaraq, yəni hansı işlər görülüb. Biraz əvvəl biz Kəlbəcərdən danışdıq. Sən Kəlbəcərlə başlayım, sonra digər bölgələrimizə keçərik. Bəli, təbii ki, regionların inkişafı Qarabağın işğalından azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub və Kəlbəcərdə də görülən işlər prezidentin birbaşa diqqət mərkəzindədir. Elə prezidentin də Kəlbəcərə səfərləri, Kəlbəcərlilərlə həmsöhbət olması hər bir azərbaycanlının böyük sevincinə səbəb olur və Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər güşələrindən biridir. Eyni zamanda deyək ki, Kəlbəcərdə görülən işləri təhlil etdikcə əminliklə söyləyə bilərik ki, gələcəyin Azərbaycanın quruculuq prosesi azad olunmuş ərazilərimizdən başlayır və Qarabağ, Şərqi Zəngəzur ən müasir, modern və müstəqil Azərbaycanın gələcək modelidir. Eyni zamanda Kəlbəcərdə bir sıra işlər görülür. Orada xüsusilə də isti su zavodu, mineral su zavodu açılışı oldu və Azərbaycan təbiətinin biliciləri, hətta
mərhum akademik Mirəli Qaşqay o vaxtilə demişdi ki, Kəlbəcər rayonundakı isti su, mineral su bulağı təbiətin qeyri-adi hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyada məşhur olan o bütün bulaqlarla eynidir. Hətta bir çox xüsusiyyətlərinə görə onlardan da üstündür. Bir də bir əlavə edim ki, deməli biz tarixi qələbə günlərini yaşadıq və həmin günlərin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı oldu və həmin sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sən az əvvəl Kəlbəcərdən danışdın. Məsələn, həmin sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edildi. Və bir də sən oradakı yeniliklərdən danışdınsa, mən də bir-iki əsas vacib məqamları deyim. Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonraki inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrıldı və həmin artıq bayaq da dediyim kimi isti su, mineral su zavodunun uzun illərdən sonra yenidən bərpa edildi. Bununla yanaşı enerji potensialının nəzərə alınmaqla Çıraq 1, Çıraq 2 kiçik su elektrik stansiyaları da quruldu. Kəlbəcərə dağlıq coğrafi mövqeyini nəzərə alınaraq hazırda Toğanalı Kəlbəcər isti su avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Təbii ki, digər bölgələrimizdə də, işğaldan azad olunmuş ərazilərimizdə də işlər sürətlə davam etdirilir və Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə verən Cəbrayıl qovşaq yarımstansiyası da məhz bu işlərdən biridir. Prezident İlham Əliyevin açılışını etdiyi Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə olan Cəbrayıl qovşaq yarımstansiyası Cəbrayıl, Naxçıvan, Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib, ixrac imkanlarını artırmaq baxımından xüsusi önəm daşıyır. Azərbaycanın öz gücü və qüvvəsi hesabına Qarabağda erməni vandalizminin əl izləri silindikcə torpaq təmizlənir və əzəli simasına qayıdır. Sevindirici hal da budur və Qarabağ torpaqlarının azad olunmasıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsidir. Eyni vaxtda Xarı Bülbül musiqi festivalını da unutmayaq. Çünki həmin festivalın da yenidən Qalalar səltənətində zirvələrdə təşkil edilməsi Qarabağa yeni bir nəfəs verdi. Doğrudan da ümumiyyətlə Şuşanı bilirsiniz ki, Qalalar səltənəti adlandırırlar. Baxmayaraq ki, Qarabağ bölgəsində daha çox Kəlbəcərin daha çox belə qayalıq, dağlıq ərazi olduğu bildirilir və ən gözəl də baxımlı, yəni füsungar təbiəti olaraq Kəlbəcərin birinci yerdə dayandığı deyilir, amma bununla bağlı təbii ki, hər tərəfi orada gözəldir. Şuşanı isə Qalalar səltənəti adlandırırlar. Bəli, geridə qalan 30 ilə yaxın müddətdə doğma yurd yuvalarına qovuşmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər, onlar üçün həmin bu mühüm obyektlərin təməllərinin atılması arzularının lap yaxında reallığa çevriləcəyini də göstərir və Qarabağa böyük qayıdış həyata keçirilir. Bölgələrimizə sakinlər doğma yurd yuvalarına qayıdırlar və Prezident Müzəffər Ali Başkomandanın yürütdüyü uğurlu və qətiyyətli siyasət işğaldan azad olunmuş ərazilərdə fasiləsiz davam etdirilən quruculuq işləri Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevriləcəyindən də xəbər verir. Gül camalın gülə dedi, dur pərdə sal üzünə. Gül camalın gülə dedi, dur pərdə sal üzünə. Güller zünnar bağlamıştır yanağının yüzüne. Ay aman, güller zünnar bağlamıştır yanağının yüzüne. Kulaç kulaç saçlarının
açılanda qatları Kulaç kulaç saçlarının açılanda qatları Ben öşələr köçmək üçün Güc bağladı bilirsən ay aman Ben öşələr köçmək üçün Güc bağladı bilirsən Ona senin cemalın bir işare etmesi Yasemeni lale eyledi su şendalda sözünden Eğer deva isteyirsen Güle söyle derdini Çünkü Nergiz kumar olmuş Yoğu yağar gözünden Nizam ile çok elleşti Bülbül etsin rekabet Bu güzeli eşiderken Sustu gitti özünden Ay aman bu güzeli eşiderken Sustu gitti özünden Hörmətli dinləyicilər, 31 mart tarixində Azərbaycan Radiosunun səhər redaksiyasının təqdim etdiyi Gəl Səhərin verilişinin də sonuna gəlib çatırıq. Və dediyimiz kimi bugün 31 mart Azərbaycanlılara qarşı soyqırım aktı törədilməsindən 108 il ötürdü və ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlər təbii ki unudulmur, amma o cinayətlərin cavabı da 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində verildi. Soyqırım qurbanlarının, şəhidlərimizin qisasını Azərbaycan ordusu Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı və Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü təmin olundu və 2023-cü ilin sentyabrında da lokal xarakterli antiterror tədbirləri və suverenliyimizi tam şəkildə təmin etdi. Bəli. Və bu yolda təbii ki, şəhadədə ucalan şəhidlərimiz oldu. Onlara qəni-qəni rəhmət diləyirik. Qazilərimiz var. Qazilərimizə can sağlığı arzu edirik və vətən ümumiyyətlə deyirlər ki, ən ülvi duyğudur da, vətən sevgisidir. Vətən sevgisidir. Vətəni sevmək lazımdır. Vətən bizim namusumuzdur, şərəfimizdir, azadlığımızdır. Vətən bizim sərbəstliyimizdir və bir sözlə vətən əmin əllərdədir. Bizim müzəffər ordumuz var və müzəffər ordunun sayəsində də bugün biz bütöv Azərbaycan xəritəsini görürük. Bugün Azərbaycan xalqı soyqırım qurbanlarının xatirəsini dərin üzüm və ehtiramla yad edir, anır, onların faciəli taleyini təbii ki unutmur. Eyni zamanda tarixi ədaləti bərpa edərək qazandığı zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin də qürurunu yaşayır. Sədaqət Rauf qızı və İlkin Baba bu səhər sizə Gəl Səhərim efirini təqdim etdi. Rejissorumuz Kamran Nadiroğlu, YouTube üzərindən görüntünü həmkarımız Fərid Məmmədov təqdim edirdi. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Yeni bir heyecan
Sevgilim, mən sevən kimi. Mən səndən başqa heç kimi sevmədim.